Pensiyalarla bağlı da vacib bir açıqlamanı sizin diqqətinizə çatdıracağıq. Növbəti xəbərlərimiz olacaq. Yeni qoşulan tamaşaçılarımıza isə ənənəvi ricamızı xatırladırıq. Mütləq yayımımızı bəyənin, kanalımıza abunə olmağı da unutmayın ki, baş verənləri, ən önəmli hadisələri daha geniş auditoriya Mediatürk TV vasitəsilə izləyə bilsin. 1000-ə yaxın şəxs bizimlə birlikdədir. 124 bəyənmə var. Bu qədər tamaşaçı üçün olduqca az göstəricidir. Bunu sayını artıraq və qeyd etdiyimiz kimi kanalımıza da abunə olun ki, daim ən yenilənən vacib məlumatlardan daha geniş auditoriya Mediatürk TV vasitəsilə xəbərdar ola bilsin. Bəli, pensiyalarla bağlı vacib bir açıqlamanı da sizin nəzərinizə çatdırırıq. Nədir bu vacib məlumat? Ödənişlərdə çətinliklər yarana biləcəyi söylənilir. Mütəxəssislərin də bununla bağlı fikirləri var. Pensiyaların ödənilməsində nə kimi, hansı çətinliklər ortaya çıxa bilər və bunun səbəbləri nələrlə bağlıdır? Mütəxəssislərin və konkret olaraq ekspertlərin bununla bağlı rəylərini və açıqlamalarını diqqətinizə çatdıraq. Bir sıra ölkələrdə vətəndaşlara pensiya yığımlarından yalnız təqaüd yaşına çatdıqdan sonra deyil, daha əvvəl ipoteka kreditlərinin ödənilməsi, təhsil xərcləri və ya digər sosial ehtiyaclar üçün istifadə etmə imkanı yaradılıb. Bu yanaşma sosial təminat sistemində çeviklik yaratsa da, hər ölkənin iqtisadi reallıqları belə mexanizmlərin tətbiqinə fərqli təsir göstərir. Bəs Azərbaycanda da pensiya kapitalından vaxtından əvvəl istifadə mümkün ola bilərmi? Mövzu ilə bağlı danışan iqtisadçı Asif İbrahimov bildirib ki, bəzi ölkələrdə belə praktika tətbiq olunsa da, Azərbaycanın mövcud pensiya sistemi buna uyğun deyil. Ölkədə pensiya ödənişləri əsasən işləyən vətəndaşların ödədiyi məcburi sosial sığorta haqları hesabına formalaşır. Bu vəsait həm gələcək pensiya kapitalını yaradır, həm də hazırki pensiyaçıların təminatına yönəldilir. Mövcud şəraitdə toplanan vəsait pensiya ödənişlərini tam qarşılamağa kifayət etmir və hər il dövlət büdcəsindən əlavə maliyyə dəstəyi ayrılır. Bu isə sistemin artıq müəyyən yük altında fəaliyyətini ifadə edir. Asif İbrahimovun fikrincə, əgər vətəndaşlara pensiya kapitalını vaxtından əvvəl çıxarmaq imkanı verilsə, bu dövlət sosial müdafiə fondunun maliyyə sabitliyinə ciddi təsir göstərə bilər. Beləliklə, bu addım fondun vəsaitlərinin azalmasına, nəticədə isə pensiya ödənişlərində çətinliklərin yaranmasına səbəb olacaq. İnsanlar bu vəsaitdən ipoteka və digər məqsədlərlə istifadə etdikcə sistemdə balans pozular. Onun sözlərinə görə pensiya kapitalından vaxtından əvvəl istifadəyə icazə verilməsi yaxın perspektivdə real görünmür. Ekspert hesab edir ki, hazırki şəraitdə əsas prioritet mövcud pensiya sisteminin davamlılığını qorumaq və maliyyə dayanıqlığını təmin etməkdən ibarətdir.